Salam, hər vaxtınız xeyir olsun. Bugün çox ləzzətli salat resepti bölüşürəm. Salat üçün 500 qram kələmi nazik doğrayıram. Kələmi doğradıktan sonra qaba əlavə edirəm. Üzərinə duz əlavə edib qarışdırıb biraz saxlayıram ki, kələmin bərkliyi geçsin. Kələm duzda durarkən digər ərzaqları hazırlayıram. Tavaya bitki yağı əlavə edirəm. 400 qram göbələyi qovururam. Göbələk də qovruldu, artıq hazırdır. 200 qram toyuğun bişmiş sinə ətini də nazildib kub doğrayıram. Kələmi təxminən 20 dəqiqə duzda gözlətdikdən sonra biraz da sıxıram ki, kələmin şaxlığı geçsin. Kələmin suyunu da sıxdıqdan sonra başqa bir qaba əlavə edirəm. Üzərinə toyuq ətini əlavə edib 2 ədəd də xiyar turşusu doğrayıram. Salat üçün 2 ədəd də yumurta doğrayıram. Bütün ərzaqlar hazır olduqdan sonra qaba əlavə edib üzərinə bir banka qarğıdalı göbələk əlavə edirəm. Bir bankada lobya, mayonez əlavə edib qarışdırıram. Kələmə öncədən duz vurduğum üçün salata duz əlavə etmirəm ki, salat çox duzlu olmasın. Bunları bir gözəl qarışdırıram. Salat hazır olduqdan sonra 20 dəqiqə gözlədirəm. 20 dəqiqə gözlətdikdən sonra servis edirəm. Salat hazırdır artıq. Dadına, ləzzətinə doyum olmayan çox gözəl, çox dadlı salat alınır. Hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir salat olacaq. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.